Təsəvvür edin, 1945-ci ildə o bayraq Berlində deyil, Vaşinqtonda və Moskvada dalğalanır. Tarix başqa cür olsaydı, dünya necə görünərdi? Qələbədən sonra Avropa Böyük Alman İmperiyası adlanardı. Ukrayna və Rusiya torpaqları Alman kəndliləri üçün böyük bir fermaya çevrilərdi. London və Paris isə sadəcə əyalət şəhəri statusuna düşərdi. İrqi saflıq qanunları sərtləşər, fiziki qüsuru olanlar və fərqli düşünənlər cəmiyyətdən tamamilə təmizlənərdi. Fərdi azadlıq yox, kollektiv itaət hökm sürərdi. İşğal olunmuş ölkələrdən gətirilən resurslar və məcburi əmək hesabına inanılmaz miqyasda tikinti layihələri həyata keçirilərdi. Berlin nəhəng, simetrik və monumental binalarla doldurulardı. Almaniyanın dominantlığı qalan ölkələri ya ona tabe olmağa, ya da tam təcrid olunmağa məcbur edərdi. Bu, davamlı gərginlik və potensial yeni münaqişələr mənbəyi olardı. Bəs bu imperiya əbədi qalarmıdır? Xeyr. Tarix bizə göstərir ki, qorxu üzərində qurulan heç bir rejim sonsuz deyil. Sizcə başqa hansı fərqliliklər ola bilərdi? Şərhlərdə qeyd edin.